Mən 3 otaqlı evdə qrup yoldaşlarımla bir yerdə qalıram, 550 manata. Qiymət şu an otaqlara görə falan normaldır, amma şərait daha yaxşı olanda qiymət qalxır və bu tələbələrə görə heç əlverişli deyil. Tələbə yataqxanalarında kifayət qədər yer olmadığı üçün biz də tələbə yoldaşlarımızla kiraya qalırıq. 2 otaqlı evdə 3 nəfərə 470 AZN ödəyirik və bu da tələbə üçün çox böyük bir məbləğdir. Evin qiyməti 950 AZN təşkil eləyir və adam başına 220 AZN düşür. Düşünürəm ki, bu məbləğ bir qədər yüksəkdir. Hər il yeni təhsil mövsümündə paytaxtda üz tutan minlərlə tələbə yataqxanalarda yer tapa bilmədiyi üçün kirayə mənzildə yaşamalı olur. Oxuduqları təhsil müəssisələrinə yaxın yerlərdə mənzil kirayə etmək isə onlar üçün maddi yükdür. Belə olan halda yataqxana problemi gündəmə gəlir. Universitetlər tələbələrin yataqxanaya olan ehtiyacını təmin edə bilirmi? Bir neçə universitetə məsələ ilə bağlı sorğu ünvanladıq. Bakı Dövlət Universitetindən verilən məlumata görə 25 mindən çox tələbənin oxuduğu təhsil müəssisəsinin yataqxanası 220 yerlikdir. Aylıq ödəniş 75 manatdır. Yataqxanaların olmaması tələbələri kirayə mənzillərinə yönəldir ki, bu da əmlak bazarında canlanmaya səbəb olur. Xüsusilə tələbələrin daha çox məskunlaşdığı Yasamal, Nəsimi və Nərimanov rayon ərazilərində avqust-sentyabr aylarında qiymətlər kəskin artır. Köhnə tikili binalarda bir otaqlı mənzil 250, 300, 2 otaqlı mənzil 400, 500, 3 otaqlı mənzil 500, 700 manatdan. Yeni tikili binalarda bir otaqlı mənzil 400, 550, 2 otaqlı mənzil 550, 650, 3 otaqlı mənzil 650, 800 manatdan başlayır. Digər ərazilərdə qiymətlər arasında fərq kəskin dəyişmir və paytaxtın müxtəlif yerlərində kirayə mənzillər tapmaq mümkündür. Tələbələrin böyük bir hissəsi Bakı ətrafı ərazilərə, xüsusən də Xırdalan, Masazır ərazisinə üst tuturlar ki, həmin ərazilərdəki kirayə mənzil qiymətləri paytaxtda nisbətən daha ucuz olsa da, lakin tələbələr həmin ərazidə yaşamaqla günlərin bir neçə saatlarını yollarda itirmiş və əlavə yol xərclərinə üzləşməsinə səbəb olur. Bu problemlər artıq uzun illər davam edir və qiymət artımı davam etdiyinə görə tələbələr üçün yaxın gələcəkdə böyük çətinliklər gözlənilir. Ekspertlər problemin həllini yeni yataqxanaların tikilməsində və ya sosial kirayə modellərinin tətbiqində görür. Beynəlxalq təcrübədə bununla bağlı xeyli irəliləyiş var. Məsələn, biz görürük ki, adi Türkiyə təcrübəsində dövlət yataqxananı tikir və universitetin balansına verir. Universitetin tələbə tutumu qədər, yəni yataqxanada sayılır. Hətta yataqxanada boş yerlər qalır ki, həmin boş yerlərdə digər universitetin tələbələri yerləşdirilir. Bu praktikada var. Tələbələrin yaşayış yeri problemi təkcə fərdi məsələ deyil, ümumi təhsil sisteminin keyfiyyətinə də təsir göstərir. Onların rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması təhsil prosesində uğur qazanması üçün əsas şərtdir. Zəhra Rızayeva, Bağır Kərimov, Sədaqət Süleyman, ASTV Xəbər.